Değerli izleyicilerimiz, Kırdalan şəhəri prospekt yolunun kənarı, Heydərli prospektin kənarında yeni bir mənzilimiz satışa çıxıb. Keçək mənzilə doğru mən sizə tam olaraq ətraflı göstərim mənzili bax. Siz və dəyərli izləyicilərim, ipoteka yararlı mənzil axtarırdınız. Sizlərə ipoteka yararlı, kupçası əldə, dolu əşyalı, yəni burada heç artıq əşya ehtiyac yoxdur. Dolu əşyalı ev tapmışam ki, gəl görəsən. Ev möhtəşəm bir evdir, 3 otaqdır. Keçək evin belə deyək, əsas giriş hissəsi ilə tanış olaq. Giriş hissəsi buradır. Evdə 2 balkon mövcuddur. 3 otaqdan ibarət. 86 kvadratdır. Kupçalıdır, kupçası hazır əldədir. Orta mərtəbə, orta blok. Sonuncu və birinci mərtəbə deyil. Əsas giriş hissəsidir. Burada şkafı yığılıb. Hamam sanuzelin genişliyinə baxın. Bax, hamısını göstər, keçidləri ətraflı göstər. Görürsünüz oradan. Duş kabində yığa bilərsiniz, ayıra bilərsiniz. Rüyəniz necə istəyir, elə də düzəldə bilərsiniz. Buradan keçirik evin uşaq yataq otağına. Evdə yalnız paltara ehtiyacı var. Götür paltarını, köç və yaşa. Kombisidir, kondisioneridir, stoldur, hər şey mövcuddur. Dəhlizin bir daha bu hissəni də göstər. Kurğun, hamısını göstərək. Giriş hissəsidir. Burada evin mətbəxidir. Görürsünüz, bekonun su paltar yuyanı, soyucu, qazı, aspiratoru, moykası, mətbəx mebeli, stol stulu, hər şey hazırdır. Çıxırıq, birinci balkonu burada yerləşir. Evin mətbəxindən kombisi yerindədir, hazır. Göstər buradan. Əsas prospekt yolunu göstər, görsün müştərilərimiz. Düz Heydərli Parkın yanında, Səma Şahlıq Sarayının yanında. Ülkə lahmacunun yanındakı binadır. Mətbəxini bir daha göstərək. Və keçirik buradan evin yataq otağına. Yataq mebelləri də hər biri təzədir, yenidir, az istifadə olunub. Evimiz çox gözəl bir vəziyyətdədir. Xalçası, palazı, nə görsənsə hər şey qalır evdən. Heç bir əşya çıxarılmayacaq. Bütün əşyalar qiymətə daxildir. Buradan da yenidən qonaq otağına gəlirik. Stol, stulu, künc divanı, sonra televizoru, lüstrü, pərdəsi, kombisi, bir sözlə paltarını götür, köç yaşa bir vəziyyətdədir. Və mən balkonun birinci sizə videonun önündə göstərmişdim. Bu da evin ikinci balkonudur. Geniş bir dənə balkonu var, göstər bax bu tərəfin. Tam. Yenə də kurqum həyəti göstərək. Həyətində özün stadionu. Gördüyünüz kimi yenə prospekt yolu. Əsas yolun kənarı. Deməli, xanımlar və bəylər, 86 kvadrat qiymət təyin olunub 138 min manat. Əgər ki, real alıcı olarsa, gəlib yerində baxıb, qiymətdə razılaşmaq mümkündür. Və bu mənzilin kupçası əldə olduğu üçün ipotekaya yararlıdır. Bu günlük bu qədər. Ətraflı sözü sual olanlar zəng eləsin, gəlsin, baxsın. Sağ ol.